Boyuna ətir vurmaq tiroid xərçəngi yaradırmı? Bu yaxınlarda bir pasiyentimin mənə göndərdiyi videodan sosial şəbəkələr və xəbər saytlarında bunun geniş müzakirəsini gördüm və buna bir aydınlıq gətirmək istədim. Bugün sizə bir həkim kimi bu mövzunu emosiyasız, yalnız elmi əsaslarla izah etməyə çalışacağam. Əvvəlcə onu deyək ki, ətir istifadəsi ilə tiroid xərçəngi arasında birbaşa əlaqə mövcuddurmu? Öncə bunu aydınlaşdıraq. Hazırki klinik və epidemioloji tədqiqatlarda belə buna bənzər birbaşa səbəb-nəticəsi əlaqəsi olan sübut aşkarlanmayıb. Yəni ətir vurmaq xərçəng yaradır demək elmi olaraq doğru deyil. Amma mövzu burada da bitmir. İndi isə bəzi mexanizmlərə baxaq. Bəzi ətirlər və kosmetik məhsulların tərkibində ftalatlar, parabenlər və digər kimyəvi maddələr vardır və ya ola bilər. Bu maddələr endokrin disruptor, yəni endokrin pozucu kimi tanınırlar. Bu da o deməkdir ki, onlar laborator şəraitdə hormon reseptorları ilə qarşılıqlı təsir göstərə bilir, əlaqə qura bilir və hormonal siqnalları dəyişə bilir. Endokrin Society bu maddələrin potensial təsirlərini geniş şəkildə təsvir edir. Amma burada çox vacib bir fərq vardır. Laborator təsir ilə real həyatdakı klinik təsir, klinik xəstəlik eyni bir şey deyil. İndi isə əsas sualımız budur. Bu maddələr gündəlik istifadə zamanı tiroid xərçəng riskini artırırmı? Hazırki böyük epidemioloji tədqiqatlar bu əlaqəni birbaşa təsdiqləmir. Dünya Səhiyyə Təşkilatı bildirir ki, bu maddələrin təsiri mürəkkəbdir və birbaşa klinik nəticələrlə əlaqəsi hər zaman aydın deyil. Yəni, bizdə bir mexanizm var, amma güclü klinik sübut olunmamışdır. Bu isə çox vacib fərqdir. İndi isə risk anlayışını düzgün anlayaq. Tibbdə risk doza və müddətdən asılıdır. Yəni, nə qədər maddə və nə qədər müddət ərzində və birbaşa hansı şəraitdə istifadəsi bu təsiri dəyişdirir. Əgər ekspozisiya çox aşağıdırsa və real risk də bu zaman çox aşağı olacaqdır. Bu səbəbdən beynəlxalq təşkilatlar yanaşması odur ki, panika yaratmaq lazım deyil. Sadəcə istifadəni, miqdarı və şəraiti dəyişmək lazımdır. İndi isə praktik olaraq nə edək bu hissəyə keçək. Ətir istifadə etmək istəyirsinizsə, onu birbaşa dəriyə çox miqdarda tətbiq etməyin. Xüsusən açıq və həssas nahiyələrdə həddən artıq istifadə etməməniz tövsiyə olunur. Mümkün olduqda daha təmiz tərkibli məhsulları seçməyə çalışın və ən vacibi bu mövzunu həyatınızın əsas qorxu obyektinə və mənbəyinə çevirməyin. Çünki tiroid xərçəngi riskinə təsir edən əsas faktorlar ətir deyil. Əsas faktorlar genetik meylliliyin olmasıdır, radiasiyanın təsirinin mövcudluğu, yod balansı, hormonal balansın pozulması ola bilər və ətir bu siyahının əsas hissəsi deyil. Sonda isə bunu demək istəyirəm ki, ətir istifadəsi ilə tiroid xərçəngi arasında birbaşa sübut olunmuş heç bir əlaqə yoxdur, amma bu kimyəvi maddələrin ümumiyyətlə təsirsiz olduğu da tam sübuta yetirilməmişdir. Və ən doğru yanaşma da odur ki, qorxu ilə yox, məlumatla qərar veririk və kontrol check-up müayinələrdən də, endokrinoloq müayinəsindən də uzaq durmuruq. Risk real prioritetlərlə bərabər qiymətləndirilməlidir. Özünüzə yaxşı baxın və bu videonu ətirsevər dostlarınıza göndərməyi unutmayın. Sağ olun.